İşte 16'da var problem. Kimdəsin? Ümumiyyətlə uşaqlar, burada budget time bağlayıcıdır, elə deyil. Və budget time-dan sonra, yəni bağlayıcı olduğuna görə özündən sonra bitmiş zaman gəlməz. Yəni bu ümumi bir qanunluqdur. Çünki bütün bağlayıcılara aiddir bu qayda. Sadəcə when-ə, while-a aid deyil. Yəni hər dəfə bunu təkrarlayıram. Bağlayıcıdan sonra bitmiş zaman gəlməz. Attın AB-ni. Would gəlməz, attın. Bitmiş zaman gəlməz, attın. Qalır S ilə Y variantı. Budget time-ın uzlaşmasında uşaqlar indiki bitmiş yoxdur, həm də ondan əlavə bu indiki bitmişdir, indiki zamandır. Bu da keçmiş. Uzlaşmaz, qalır C variantı. Doğru cavabımız. Fora da gələndə, for üstəgəl zaman müddəti. Bəli, bitmiş zamanı göstərir. O keçmiş bitmiş də ola bilər, indiki ilə bitmiş ola bilər. Yəni iminli, indiki bitmiş olacaq deyə bir şey yoxdur və yaxud da iminli keçmiş olacaq deyə bir şey də yoxdur. İndi uzlaşmaya görə, cümləyə görə onu düzəltmək lazımdır. Aydınmı fikrim? Problem yoxdur. 18. Hı -hı. Hə, 17. Yaxşı. Deməli, uşaqlar, 17-də məsələ nədir? Mən diqqətlə baxın. Bizdən nə istəyir? Düzgün inkar cümlə. Elə deyil. Baxın, burada need görürəm. Yəni, inkar cümlə deyir ha, amma burada biraz nidin də məsələsi var. Çünki nidi sən avtomatik bilməlisən ki, bu həm modal feil ola bilər, həm də nə ola bilir? Əsas feil olur. Elə deyil, uşaqlar. Yəni, burada iki tərəfli baxa bilirsiniz də, həm modal, həm əsas. İndi mən sizə bir dəfə demişdim. Bilməyənlər də diqqətlə qulaq assın, bunu öyrənsin. Baxın, nidə əgər not qoşursan, baxın, nidin özünə notu qoşursa, nid deməli burada köməkçidir, yəni modal feil. Uşaqlar, modal feil kimi özündən sonra ancaq gələ bilər sadə feil. Sadə feil gələ bilər, ha. Yəni true'lu falan ola bilməz. Bax, bir daha deyirəm. Nidə not qoşuramsa, bax, qaydam budur. Nidə əgər not qoşuramsa, bu cümlədə olur modal. Və modal feil kimi özündən sonra ancaq nə gəlməlidir? Sadə feil. Baxıram bir də needn't modal feildir, özündən sonra sadə feil gəlib geyinmək deməkdir, wear. Elə deyil. Bir düzdür. 2, 2-də yenə not görürəm. Deməli, bu nə deməkdir? Bu da modaldır. Amma uşaqlar, feil var burada. Görürsünüz, yoxdur. Birbaşa nə gəlib? İsim. Deməli, 2 yanlışdır. 3-ə gəlirəm. İndi 3-cü versiya nədir? Burada inkarı nə ilə düzəldiblər? Görürəm, not yoxdur, don't var. Ümumiyyətlə, uşaqlar, don't, doesn't, didn't əlavə eləyəndə bilirsiniz ki, bu əsas feillərə qoşurlar da bunu. Yəni, nidi qoyuram kənara. Yəni, don't-un qaydası nədir? Don't-u mən əsas feilə əlavə eləyirəm də və yaxud doesn't-ı əsas feilə əlavə eləyirəm. Elə deyil və yaxud da elə didn't-ın özünü də götürürəm. Və əsas feil olsa, buradan da görürəm ki, əsas feildir. Əsas feil kimi özündən sonra gələ bilər nə? Tuğlu feil gələ bilər, bəli. İsim gələ bilər. Əvəzlik o da gələ bilər. Yəni, əgər əsas feil olursa. Burada da görürəm ki, hə, tuğlu feil gəlib, hər şey qaydasındadır, okeyləyirəm, keçirəm. 4 amma problem yaradır yenə. Not qoşmuşam. Cümlədə nədir bu yenə? Modal. Baxın, need, not. Və mən dedim ki, modal feildirsə əgər, modaldan sonra to gələ bilməz. Ona görə doğru cavabınız qalır. 1, 3 uşaqlar, B variantı. Aydındır fikrim. Deməli, uşaqlar, 4-də nə dedik? Nidən not qoşanda? Nid nə olur? Bax, sən sualındır, yoxsa qarşıladım sən. Nidən not qoşanda? Bax, nidən not qoşanda bayaq da dedim. Nə olur məhvə? Nidən onun özüm cavab verim. Nidən not qoşuramsa? Yox, not qoşanda, not. Axı, əsas belə not qoşmursan. Bax, mən sənə deyirəm ki, I play. Bunu inkara çevir. Necə deyəcəksən? Sən fikirləş. Nə deyəcəksən? I don't play. Bəli. Bu əsas feildirsə, not, axı, I play not demirik. Deməli, uşaqlar, not qoşanda bu modal olur da, əsas feil olmur. Və modalın da bir dənə qaydası var. Modaldan sonra
Nə gəlməlidir ancaq? Sadə feil. Bu sadə deyil, axı yanında to-su var. Demək yanlışdır. Götürə bilmirsən. Amma 3-də görürəm qabağında don't var. Elə deyil. Don't bunu nə elədi? Əsas. Əsas feildən sonra uşaqlar, bu biraz əzbər məsələsidir. Yox da indi nə bilim, mexaniki yadda saxlamalısınız ki, əsas feildən sonra da to-lu feil gələ bilər, isim gələ bilər, əvəzli gələ bilər. Yəni problem yoxdur. Burada əsas olduğuna görə sən to-lu feili götürə bilirsən. Demək olur. 1-3 doğru cavabı. Sadəcə analiz edirsən də modal feil olursa, ancaq sadə feil götürürsən özündən sonra, əsas feil olursa cümlədə to da gələr, isim də gələ bilər, adi versiyada əvəzi də gələ bilər. Problem yoxdur. Sualın var mı? Must'ın ümumiyyətlə modal feil kimi to götürmür də must elə deyil. Məsələn, must'ı, kəndi, sonra nə var idi orada? Məsələn, should-dur, elə deyil, may-dir. Bunlar elə modal feillərdir ki, bunlar to götürmürlər. Gələn feil sadə olmalıdır. Onlardan biri də elə bax need-dir. Sadəcə need-in bir dənə əlavə bir xüsusiyyəti var, əlavə. O da əsas feil ola bilməsidir. Və yenə deyirəm, uşaqlar, əsas feil demək nə deməkdir? Məsələn, bunu başa düşmürsən, beynində şeyi fikirləş. O bayaq nümunə çəkdimi sizə? I play. Ki, başa düşmək üçün də. Mən sənə desəm ki, I play, məsələn, tutaq ki, nə deməkdir I play? Mən oynayıram. Bax, fikir verin. I play yazdım. Məsələn, I play yaz. Sən durub bunun inkarını mənə belə deyəcəksən. I play not. Bir inkar yoxdur, uşaqlar. Əsas feil necə inkara çevirdik? Qabağına atırıq don't-u. Sən deməli onda don't-u harda görsən, deməlisən ki, müəllim, o feil necə feil sayılır? Əsas feil sayılır. Bu need-də də həmin məsələdir, testlərdadır. Need-də də bax, don't qoyursa qabağın, deməli bu əsas feildir. Və əsas feil kimi özündən sonra nə gəlir? Bunu yadda saxlamalısan. To-lu feil gələ bilər? Gələr. İsim gələ bilərmi sadəcə? Gələ bilər. Əvəzli gələ bilərmi? Bəli, o da gələr. Məsələn, biz 2-ni səhv elədik. Niyə görə səhv elədik? Modal kimi özündən sonra ancaq feil gəlir. Amma sən götürüb, tutaq ki deyə, bu cümləni də buradan kopyalayayım. Kopyalaya bilmirəm. Necə kopyalayayım mən? Tamam bre. Məsələn, uşaqlar, you don't need yazsaydılar, needn't yox, you don't need. Ücü 2 də düz olardı. Çünki don't yazanda need nəyə çevrilir? Əsasa, elə deyil. Əsas feil kimi də özündən sonra nə gələ bilər? Məsələn, sunglasses götürə bilərdim, isim. Bax belə. Fikrim aydındır. Neçə 18 oldu. Uşaqlar, 18-də bizdən istəyir complete the sentence. Elə deyil. Cümləni tamamla. Baxın, askdan sonra dət gəlməz. Bunu çıxırsınız. Why ilə for verə bilmirəm. Yəni ki, ümumiyyətlə, why olan cümlənin üstündə for gəlməz. Bunu da çıxıram. Bir də uşaqlar, bu nəqli cümlədir. Elə deyil. Və biz məsələ demişdik, nəqli cümlədə sual versiyası olmur. Yadda saxlayıram. Nəqli cümlədə sual versiyasını istifadə eləmək olmaz. Yəni, məsələn, D variantına baxın. Sual versiyası nə deməkdir? Biz danışmışdıq sizinlə. Köməkçi feilin, yəni fərqi yoxdur. Do, does, did ola bilər, have, has ola bilər, əmizar ola bilər, was, were ola bilər. Yəni problem yoxdur bunlarda. Bunlar mübtədadan önə keçə bilməz uşaqlar. Və bunu yadda saxlayın bu tipli testlərdə. Nəqli cümlə olduğuna görə. Bunu da atırsam, bunu da atırsam, doğru cavabı nə qalır? C variantı. Aydındır. Keçim 19-a. Onda ümumiyyətlə kimdəsə mən izah edəndən sonra qaranlıq məqam qalanda səsini yandırıb desin, yaxşı. Yəni bilmək olmaz da bəlkə elə buna bənzər bir qayda gəldi düşdü, məsələn bazar günü. Ona görə anlamayanda deyin. Aha, bəli. Bu dazı görə bilirsiniz burada. Bu sual yaradır. Axı bu nəqli cümlədir. Baxın. İndi nəqli olduğunu tam necə rahat bilmək olar. Uşaqlar, qəbulda bu nöqtənin biri aralı düşür. Elə bir biraz uzaq qoyurlar belə. Bilirsən ki, bu tam nəqli cümlədir. Və nəqli cümlədə də sən sual yarada bilməzsən. Bax, şərt budur.
Deyilən yerdə də bax köməkçilər nə eləyirlər? Dən önə keçirlər. Mübtədada. Bunlar da sual versiyası. Yaxşı. 19. Deməli uşaqlar happen to yadda saxlayırsınız, baş vermə. Məsələn, nə deyirəm? Bax, to uşaqlar istiqamət bildirir də. Məsələn, elə şeylər var, adam əzbərləsə yaxşıdır. Elə şeylər var, anlasa yaxşıdır. To-nun istiqamət bildirməyini biləndən sonra, məsələn, bunu yazmaq daha rahatdır. Çünki ona nə baş verib? Axı, ona deyirsən, burada bir istiqamət var. Baxın, elə bir istiqamət eləyir də. Yəni, ona nə baş verib? Nə olub ona? Bir yönəlirsən, elə deyil. Ona görə burada uşaqlar istiqamət var deyə to yazıram. Yəni, məsələn, ona görə izah edirəm ki, əzbərəm fikirləşmədə happen to. Həm də anlamını başa düş ki, sabah imtahanda düşsə rahat yazmağa. To-nu qoydun ora, okey. Digər məsələ nədir? Uşaqlar, yadda saxlayırsınız, 3 dənə ifadə var. Gəlin onu mən Word-ə yazım. Burada mən rahat deyil yazım. Bir də bunu biraz balacalaşdırıyorum. 20 eləyim bəs. Baxın, bəzi ifadələr var. Məsələn, this. Məsələn, next. Və last. Dostlar, bu tipli sözlər ki var. This bu deməkdir, next növbəti deməkdir, last da ötən deməkdir. Bunlardan sonra zaman bildirən hər hansı bir söz gəlsə, zaman anlayışı. Elə baxın, öz dilimizdə yazıram. Yadda saxlayın deyə, yəni lor dildə. Zaman anlayışı gəlsə, qabağına sözünü qoymursan. Yəni, bunun qabağı bu belə-belə boş qalmalıdır. Məsələn, nə demək istəyirəm? Yazıram next year, yəni növbəti il. Bax, fikir verin. Zaman anlayışı mən nə deyirəm? Month ola bilər, ay gəlsin, year gələ bilər orada, nə bilim, next week deyə bilər mənə, next tutaq ki, şey deyə bilər, məsələn, 10 minutes, növbəti 10 dəqiqə bu formada. Bu zaman anlayışı olanda bunun qabağına sən sözünü qoya bilmirsən. Ora boşluq qalmalıdır elə. Bax, testdə də fikir versəz, sən diqqətlə baxın. Bizdən sonra nə gəlib burada? Həftə. Bu zaman anlayışıdır. Deməli, sən bura sözünü yazmırsan. Bu bura boş qalır. A-nı atdın. Yox. Yəni ki, əsas diz də deyəndə uşaqlar, dizi dedim də, dizə aiddir. Bir də next-dən last. Harada qaldım? Hə, burada mən səhv çıxdım A-nı. B-ni ilə Y-ni çıxacaqdım. Hə, üzə qaldı uşaqlar. Bir də ki, daha rahat oldu da. Bunu da qabağına to qoyuram deyə. Bu da getdi, bu da getdi, qalır deyil. İndi uşaqlar, maşın ilə vurulub onlarda, elə deyil. Maşın ilə. Ona da bir də qalır. Deməyə də baxaq. Uşaqlar, 20 düz yazmışsınız, yoxsa səhv kimdəsin? Uşaqlar, bu 20-ni daha sentyabrdan bəri bax, hər dərs bir dənə bu tip bir dənə sual izah eləyirəm. Bu 20-ni bir şey eləmədiniz, getdi. Daha doğrusu bu tip sualı. Deməli, when və what time-dan sonra nə gəlməz? Uşaqlar. İndiki bitmiş gəlməz. Bu Nərgiz, gəlməz deyirsən, yeni nəyə görə götürürsən? Bax, məsələ odur ya, uşaqlar. Deyirsən, gəlməz, amma görür yeni yazırsan. Bu sabah qəbul düşsə belə eləsən, mənfi bir val var. Y getdi, A getdi. Yəni, ən azından uşaqlar, burada BSD-dən variant tapmasanız da bu üçündən birini atın. Yəni, A ilə Y olacaq deyə bir şey yoxdur. Yəni, B, C, D sənə düz gəlməsə belə üçündən birini götürün. Yəni, ən azından atın, bəlkə ehtimal olar düz çıxar. Çünki when və what time-dan sonra indiki bitmiş zaman gəlmir. Söhbət nədən gedir? Bax, bu sual cümlələrində. Bax, fikir verirsiniz. Yoxsa A ilə Y-ni atdım, getdi, okey. Digər məsələ, adı üzərində bu nədir? Sual. Elə deyil. Sual cümləsi ola bilmir. Sual. Deyirəm. Və Word-də uşaqlar B variantında keçməlidir qabağa. Axı, sual cümləsidir bu. Mübtədadan önə keçməlidir. Elə deyil, köməkçi feil. B-ni də atdım. Qaldım S ilə D arasında. Hə, indi məsələ nədir?
Didlə mi götürün, vörlə mi götürün? Çox bəsitdir uşaqlar. Beyninizi yormadan. Bax, sadəcə siz bilirsiniz nədir? Orada bazı müəyyən qrammatik şeylər var, biliklər var. Onu bilmək lazımdır. Have been sent indiki bitmişin nə idi? Məhsuludur. Bu məhsulda olduğuna görə sən elə bir cümlə götürməlisən, o da məhsulda olsun və tərcümə üst-üstə düşsün. Bu məhsulda olduğuna görə keçmişin də məhsul necə düzəlir? Was, were, plus nə? V3-də təbii ki, elə deyil. Yəni sent olduğu kimi qalmalıdır. Ona görə doğru cavab nə qaldı? D. Sual verə bilərsən. Müəllim, nə vaxt did olanı götürərəm? Nə vaxt götürərsən burada bin olmasa. Yəni adi zaman özü olsa, bitmiş zaman versiyada versələr də, yəni məhsulda verməsələr, onda deyərsən ki, müəllim, tərcümə düz gəlsin deyə mən də keçmişin sadə versiyasına qayıdaram. Yəni didlə sual verərəm. O vaxt götürərdim. Qalır D variantı. İndi sualı olan varmı bu izahıma? Başa düşmədiyiniz məqam. Və uşaqlar bir də onda deyim, sonra deyərsiniz, əgər sualınız varsa. Yəni burada yenə deyirəm, bunu dəfələrlə həmişə deyirəm mən. Bu bizdən asılı olan bir şey deyil. Yəni bax soruşursunuz, niyə görə keçmişə qayıdıram, niyə görə nə bilim. Uşaqlar bu qaydadır da. Bu artıq belə qəbul olunub. Keçmişə qayıtma səbəbi də odur, onu da deyim sizə bu arada. İndiki bitmişdir. Yəni ondan bir əvvəl zamana qayıtmaq nə deməkdir? Keçmişə qayıtmaq. Yəni indikidən bir əvvəl başqa hansı zaman ola bilər? Gələcək deyil, elə deyilmi? Bir dənə keçmiş qalır da. Ona görə də C-lə D-yə gedirsən. Bir də V-dən sonra da əksərən şey zaman gəlir. Mütləq zaman deyirlər ona. Yəni sadə mütləq zaman. Yəni keçmiş sadə zaman götürürlər. Bu hissələri adam beyni qarışdırır. İzah hissəsi əgər niyə gəldi, niyə bunu götürmədim, o sənə problem yaradırsa, onsuz sadə versiyada dərs boyu öyrənirsən də, verindən sonra, what time-dan sonra indiki bitmiş zaman gəlmir. Gəlmədi, bunları çıxandan sonra məcbur görsən variantda keçmiş veriblər. Bu məcburdur. Yəni sənin başqa zaman seçimin də yoxdur. Bir dənə nəyə odaqlanırsan, bu cümlənin məhsulda olub olmamasına. Məhsuldursa, yenə deyirəm, məhsula qayıtmalısan, Vozvörlə getməlisən. Amma adi versiya olsa, o zaman da sadə didə qayıdacaqsın. Aydındır, uşaqlar. Sualınız varsa deyin. Hı -hı. O da var. How long ago niyə görə demirəm Layla? Çünki today çox vaxt bu tipli testlərdə altından xətt çəkilən sözə how long ago ilə sual vermirlər. Amma bəli, sən düz deyirsən. Məsələn, bu da bir yadınızda qalsın, uşaqlar. Bu da bir qaydadır. How long ago-dan sonra da, yəni how long-dan sonra gəlir ha. How long ago-dan sonra indiki bitmiş zaman gəlməz. Nəyə görə gəlməz? Bax, burada yekə-yekə veriblər də ago-nu. Elə deyil. Yazıb bura ago. Ago nəyi göstərir? Keçmiş sadəni götürə bilməz. Düzdür. Aydın uşaqlar, 20. Problem yoxdur. Bax, sualınız varsa deyin ha. Başa düşmədiyiniz məqam. Bax, bir daha təkrar edirəm. Məhsula qayıdırsan. Uşaqlar, bunun da məhsul rahatdır da. Burada görürsünüz 1000 olur. Məhsulda nə olur? Bunların arasında 1000 verirlər bitmişdə. Gördüm 1000-lə verib Vozvörlə axtar. Gördüm 1000 yoxdur. Sadə verib didlə axtar. Bir də o şeyi qorumaq lazımdır da. Nə deyirlər ona? Növ şeyini, sırasını. Çünki sual cümlələrində köməkçi feil, mübtəda, xəbər bu ardıcıllığa əməl eləməlisiniz. Məsələn, B-ni götürə bilərdimmi? Məsələn, B-də də vardı, ona qalsa word. Niyə görə götürmədim? Çünki word keçməli idi. All the letters, yəni mübtədadan önə. Bu ona görə məsələn B-də problem var. Sonra baxaq 21-ə. Uşaqlar, 21-də problem nədir burada? In gəlib bura düşüb. İnin yeri səhvdir. Bu axıra burada olmalı idi. Yəni, əgər buna görə səhv yazmışsınızsa, qəbul olunandır. Onun yeri ora səhv düşüb. İn axırda olmalı idi. İndi məsələ nədir? Bax, fikir verin. Lap ortada da olsa in. Bu inin aid olduğu bir söz yoxdur. Elə bilin ki, cümlədə onu atıb gediblər. Və in deməli nəyə aid olur? Bu boşluğa. Yəni, bir var deyirəm in the future, məsələn cümlədə. Bilirsən ki, in orada future-a aiddir, gələcəkdə. Tutaq ki, elə deyil. Amma burada in ancaq bu boşluğa aid ola bilər. Çünki başqa bir sözə aid deyiləmir. Və uşaqlar, məsələ də orasındadır ki, bu yer məzmunu bildirsə də V ilə mən in verə bilmirəm. 5-i sildim.
Sonra in which bir dənə də burada in olmaz. Yəni hər iki tərəfinə in qoyum düz gəlmir. Bir dənə söz önə ola bilər. Altını da çıxdım. 3-də də uşaqlar what özündən əvvəl isim götürmür. Bax bu da bilinən qaydamızdır və daimi deyirik bunu. What-dan əvvəl isim olmaz. Clubhouse-da uşaqlar şeydir, isimdir, elə deyil. Ona görə what da götürə bilmədiniz. Yerdə nə qalır? 1, 2, 4. Yəni B variantı. Və mən sizə o keçən dəfə də dedim, yadınıza gəlirsə, mübtəda ilə başlayırsa uşaqlar, dans mübtədadır da rəqs deməkdir. Sən bura boşluq da qoya bilirsən. Yəni inə görə. V ilə in verilmir. Bir də ki, hər iki tərəfində in olmaz da, ya in which deməlisən, ya da ki, which in deməlisən. İkisindən biri. Ona görə qalır 1, 2, 4. Sözün düzü uşaqlar, bu tip test B olmaz axı. B-dir. Sonra siz niyə belə yoxlamırsınız? Uşaqlar, bu sınav 4 deyil. Uşaqlar, bu sınav 3-dür. Uşaqlar, siz səhv yoxlamırsınız. Mən axı sınav 4 tək atmamışam. İkisini bir yerdə atmışam sizə. Sınav, mən bilmirəm uşaqlar, sizə nə yazılıb. PDF-də bu sınav 3-dür. Sizin ona görə cavablarınız bilmirəm. Uyğunlaşır. Məsələ orasındadır ki, bu cümlənin tamamlığı olmalıdır. Elə deyil. Və tamamlığı olması üçün də mən sizə nə demişdim? Tamamlığı tapa bilmirsənsə, feylə sual ver. Elə deyil, feylə sual verməlisən. Amma iş orasındadır uşaqlar. Burada o şey yoxdur, hə, düzdür. Biz beynimi qarışdırdıq. Beynimi qarışdırdıq, fikrimi dağıtdıq. Burada məhculda olan cümləni seçdik, bəli. Yəni məhsula çevrilə bilər demir. Məhsulda olan deyirsə, deməli siz artıq düzəlmiş versiya axtarmalısınız, elə deyil. Bu düzəlmiş versiya nə deməkdir? Yəni to be üstəgəl B3 olmalıdır. Nə bilim, to be üstəgəl being üstəgəl B3 olmalıdır. Nə bilim, have been, has been, had been üstəgəl B3 olmalıdır. İstəyirsiniz bir də yazım onu sizə. İstəyirsiniz yadda saxlayın, uşaqlar. To be plus V3. Mən uzun yazmıram, bir dənə fikir verin. Da yazmıram da, əmizar üstəgəl V3. Sən özün bil ki, to be-ni dəyişməlisən də. To be onsuz olduğu kimi qalmır ki. Məsələn, indiki zamanda olmalıdır. Əmizar plus V3. Məsələn, sən testdə əgər görsən ki, yazıb are sent, bil ki, bu məhsul ola bilər. Çünki are nədir? To be-dir, elə deyil uşaqlar. Sent-dəki V3-dür. Bu da öz yerində. Ya nə bilim, was götürək. Was sent. Was burada to be-dir, sent də nə olmalıdır? V3 olmalıdır. Elə deyilmi? Sonra uşaqlar, digər bir qayda şeydir. Bu davam edicilərin məhsuludur. O da belə düzəlir. To be plus being plus V3. Bu being davam ediciliyi göstərir. Bax, yenə deyirəm. Məsələn, ola bilər ki, gətirsin sən testdə belə desin. Are being sent. Baxın, bu da məhsuldur. Davam edicinin məhsuludur. Özü də indiki davam edicinin məhsuludur. Fikir verin. Are being sent. Okey, bu öz yerində. Sonra uşaqlar, gəlir have, has. Have, has, had. Bunların üçünü bir yerdə yazıram. Bayaq da dedim sizə. Bunların məhsulda görmək üçün ortada been olmalıdır. Məsələn, have been, has been, had been. Bir dənə də özündən sonra yenə feil üçüncü forması. Uşaqlar, participle to və yaxud da V3 kim necə istəsə deyə bilər. Aha, V3. Bir də son olaraq modalın məhsulu var uşaqlar. Modalın məhsulu. O da necə olur? Modalda belə olur. Modal B, sonra da V3 yazırlar. Məsələn, nümunə yazsam əgər, Məsələn, bir dənə modal götürək. Məsələn, could. Məsələn, could be sent. Bax, fikir verin. Could modaldır. Be bildiyimiz B-dir. Sent də uşaqlar V3 belə. İndi bunu mən balacalaşdırıram. İstəyirsiniz bunun SSD-ni götürün və əzbərləyin.
Yəni sənə desə, məhsulda cümlə tap, onda nə eləməlisən? Bax, bunları axtarmalısın uşaq. Bu qabağında yazıraq məhsul strukturu. Okey. Bunu götürün, yadda saxlayın. İndi gəlirəm testə. Baxın, are being shown. Bax, görürsünüz uşaqlar. Bax, bunu ödədi bu şərt. Ödədi. Deməli, onda birinci cümlə məhsuldadır. Plus. 2. Have var, done var, amma nə yoxdur ortada? Nə çatmır? Been. Bax, fikir verin. Bu da məsələdir. Bu been yox. İkini silirəm. Üçdə də ümumiyyətlə uşaqlar, bax, fikir verin. Mən orada dediyim hər hansı bir struktur varmı? Baxın, bax, cümləni oxuyun bir dənə. Görürsünüz, yoxdur. Demək, 3 də getdi öz işinə. İndi gəlirəm 4-ə. Çox adam, uşaqlar, bu tested sözünə görə 4-ü səhv götürür. Axı, mən sizə keçən dəfə demişdim, sual cümləsinin sonunda sifət olanda elə deyil, o məhsulunu sayılmır. Amma dostlar, bu sifət deyil, bu feildir, dadına baxmaq deməkdir. Bunun sifət versiyası testidir. Baxın, testi. Bu dadlı deməkdir, bəli. Amma bu i'də artırılmış feildir, dadına baxmaq. Bu dadlıdır. Yenə deyirəm, bax, sifət budur, dadlı. Bu da dadına baxmaqdır. Görürsünüz, demin adamı aldatma versiyasını. Ona görə bu sifət deyil deyə was tested, dadına baxıldı. 4 də məhsuldur. Demək, onda 1-4 götürmək olar. Fikrim aydındır uşaqlar sizə. Nə demək istəyir? 23-ə baxaq onda, keçirəm 23-ə. Deməli, uşaqlar, 23 inkar cümlələri istəyir. Əslində elə də çətin deyil bu. Bax, buradan nəyə çıxıram? Buradan çıxıram 3-ü. Hə, biri də çıxar. Uşaqlar, biri nəyə görə çıxıram? Bəli, eyni və onun törəmələri ilə cümlə nə eləməz? Başlamaz. Bu bir qayda. Amma indi mən sizə belə bir sual verim də. Nə vaxt biri düz götürə bilərdim? Bir dənə istisna hal var. Bəli, afərin. Əgər cümlə if-lə başlayarsa, uşaqlar, bu biraz istisna məqamdır. Bir dəfə düşüb qəbula. Amma yenə də deyirəm də, birdən adam qabağına çıxar, yəni bilin. Yəni, əgər bu cümlə if-lə başlasaydı, düz ola bilərdi. Düz ola bilərdi, yoxa düz olardı. Konkret. Amma if olmayanda təbii ki, bu qayda keçərli deyil. Qəbullardan belə olardı. If anybody doesn't like to share the secret. Yəni, if olsaydı, deməli, onda bu nə olacaqdı? Düzgün inkarda. Yaxşı. Amma if olmayanda, bu adi qaydadır. Sən bunu düzgün inkar götürə bilməzsən. Yəni, eyni və onun törəmələri ilə cümlə başlamır. Bu, 99% keçərli qaydadır. Yəni, qəbula düşəndə belə düşür. Amma bir dəfə də görürsən ki, bir dənə gəlir, fərqli bir test qoyur ki, şeyi yoxlasın da, bilik şeyini. Gətirər if-lə yazar, yəni ən azından bir qulağınızda qalsın da, onsuz qəbula da belə çox qalmıyor. Yadda saxlayın ki, if-lə başlayırsa bu cümlə düz ola bilər, başlasaydı. Sonra 3 səhvdir uşaqlar. To var. To, also, bir də as well. Bunlar inkar cümlədə olmayan ədatlardır. Çünki bunlar təsdiq ədatları sayılır. Bir də mən sizə nə edeyim, yadımdaysın. Məsələn, bəzən tələbələr nə edirlər? Məsələn, yazıram ki, the soup isn't too hot. Yeri gəlmişkən deyim. Məsələn, to-nu görür, mənə deyir ki, müəllim, bu məhsulda deyil. Məhsul nə idi? İnkarda deyil düzgün. Niyə görə? Deyir, sifətin qabağında to var, bu to. Uşaqlar, mən dediyim to cümlənin sonunda gəlməlidir. Bax, burada. Bir dənə fikir verin. Bir dənə baxın. Baxın, inkarda gələ bilməyən to harada olur? Cümlənin sonunda. Yəni, bir sözlə ortada gələn to-nun buna bir aidiyyatı yoxdur. Bax, yadda saxlayın. Bir də sonra biri də var, belə versiya. Yazır ki, I like to write.
Sözü bunu qarışdırmağı biraz başa düşmürəm. Çünki burada bir dənə oldu, amma olur da bəzən. Məsələn, don't like yazılır bura, I like yox. İnkarda. Hə, məsələn, deyir ki, müəllim, burada to var, bu cümlə düzgün inkar deyil. Uşaqlar, bu to-nun o to-ya heç bir dəxli yoxdur. Görürsünüz, bu bir o-landır. Yəni, belə bir versiyalarda var, yadda saxlayın. Okey, 3-ü çıxdıq. 4-ü niyə görə çıxaram? No-dan sonra nə var burada? E artiklı. Elə deyil. Bu da getdi. Qalır 2 ilə 5. Uşaqlar, 5-də, məsələn, çox adam böyük ehtimal sama görə çıxıb 5-i. Amma qayda belədir ki, inkar özündən, bəli, sonraya təsir edir. Yəni, inkarın təsiri özündən sonrayadır. Və sam ona görə də inkardan əvvəl gələ bilir. Problem yoxdur. Və doğru cavabınız qalır 2-5. Bu dediklərimlə bağlı kimsə sualı varsa təzədən soruşsun. Ki, izah edeyim. Yəni, belə deyim də, məsəl, əvvəlində gəlirsə inkarın. Məsələn, ola bilər ki, bir dənə diqqətlə bax, test şeyə, Word-ə. Məsələn, yazaram ki, I don't like, məsələn, some of the, nə yazaq bura? Information. Məsələn, informasiyanın bəzisini bəyənmir. Some of-a görə bu deyə bilməzsən, düzdür. Axı, burada dediyi inkardan sonra nə eləyə bilməz? Sam gəlməz. Çünki inkar özündən sonraya birbaşa təsir edir. Nəyə çevrilməlidir burada? Eniyə. Amma sənin testində sam harda gəldi? Əvvəldə. İnkar əvvələ təsir eləyə bilmir deyə, deməli, əvvələ samı qoya bilirsən. Orada problem yoxdur. Aydındır fikrim, bildim. Uşaqlar, aydındır, ya necə? Mənə cavab verin mənə. 24. Uşaqlar, 24-də mən başlarım 3-lə. Deyir ki, bir yağışlı gündə qadın iti ilə avtobusa mindi. Sonra bu iti təsvir eləyərəm. 3-dən sonra 1 götürərəm. Deyim də bu it necə bir şeydir. Yəni ki, təsvir edirəm ki, o böyük bir it idi və çikli patiləri var idi, ayaqları var idi. Sonra uşaqlar, belə ardıcılığa gedəndə 2 gəlməlidir. Yəni 2 daha uyğundur. Qadın şeyə deyir, konduktora deyir ki, əgər mən pul ödəsəm, mən itimdə digər sərnişinlər kimi əyləşə bilərmi? Oturacaqda otura bilərmi? Və sonra da uşaqlar, konduktor da deyir, itə baxır və deyir 4. Təbii ki, bu da 5 olacaqdı, onun itki. Bir əlbəttə, yəni otura bilər. O nə eləməlidir? Əgər patilərini oturacağa qoymasa, otura bilər. İndi bu da demək istəyir ki, ayaqları çəkilirdə götürüb onu oturacağın üstünə qoysa, çirki ora axmış olar. Ki, belə bir cavab verir də, deyək ki, yəni ayaqlarını qoymasın da bel üstə otursun, nə bilim. Dimin dialoq. Keçək 25-ə. Uşaqlar, demand tələb eləməkdir. Hoist qaldırmaqdır, fetch gətirməkdir. Tələblə request gedə bilər. Bilirsiniz ki, request tələbdir, C götürərəm. Qaldırmağa raise götürərəm, uşaqlar, qaldırmaqdır. Fetch-ə də fetch sözünə də götürərəm mən. Bring falan olmalıdır burada. Gözümə dəymir. Bring hardadır? Bring. Hə, bax bir A-da. Burada A-nı götürürəm. Yəni nəyisə gətirməkdə hardansa. Bring them it back. Okay. Salam. Bunun qrammatikalarını bitirdim. Mətndən baxaq, yoxsa 4-ün qrammatikasına baxıb sonra mətnə baxaq? Yaxşı. Onda gəlin, bunda sürətlə qrammatikasına baxaq. Bir dənə də bunu bitirək, mid-lə bağlı bir dəfə də deyəcəm qaydanı. Nəsə, deyirəm, birdən gəlib düşər, bazar günü. 16. Uşaqlar, 16 əslində əvəzliklərdir. İndi burada məsələ nədir? Gəlin belə yanaşaq. Söhbət burada you-dan gedir. Bax belə bir məntiqlə gedir. You-ya itself deyə bilmərəm, elə deyil. Yəni itself bilirsiniz ki, cansızdır.
heyvanları əvəz eləyə bilər, məsələn, bitkiləri əvəz eləyər və cansızları əvəz eləyər. Bunu atdım. Sonra themselves ataram. Çünki themselves'ın bilirsiniz ki, ən azından they olanda götürürəm də onlarla uzlaşdırıram. Sonra uşaqlar, digər bir, məsələn, çıxdaşı necə eləyərəm, tərcümə eləmədən. Burada they var, they variantında, they. Bilirsiniz ki, bu şəxs əvəzliyidir. Məsələn, I, he, she, it, you, we, they. Bunlar şəxs əvəzləri sayılır da. Və şəxs əvəzliyində dostlar, belə bir qaydası var ki, o cümlənin əvvəlində gəlir. Yəni, ən əvvəldə gəlir, mübtəda kimi iştirak edir o cümlə. Və mən onu gətirib cümlənin belə ortasına da ata bilmərəm. Okey, bu da getdi. İndi qalıram B və Y arasında. Hansını götürürüm desəniz əgər. Burada söhbət paltar almaqdan gedir. Bax, fikir verin. Buy clothes. Paltar almaq. İndi bu demək istəyir ki, sən özün alırsan, yoxsa valideynini alır onları sənə. Clothes cəmdə olduğuna görə mən bunu itlə də verə bilmirəm. Elə deyil mi uşaqlar? O da gedir, qalır hansı variant? G. Aydındır. 17. Uşaqlar, 17-yə gələndə belə deyim də sizə. Bax, impact görəndə çalışın orada bir dənə 10 axtarın. Niyə görə? Bax, bunu da əzbərləmirik. Bax, belə deyir. Impact sözünü bilirsiniz də hər halda. Kitabda da var. Daha doğrusu atdığım PDF-də də var idi o 500 sözün içərisində. Təsir deməkdir impact. Uşaqlar, bəzən özümüz də deyirik, onun mənim üzərimdə təsiri var və yaxud təsir elədi. Onu ona görə götürürük. Nəyisə təsir eləmək, nəyisə üstündə onun təsiri olması. Impact on. Uşaqlar, və əksərən də nəyin üzərində təsiri varsa düz onun yanına yazırlar. Yəni, environment ətraf mühitə təsir edir də demək istəyir. Ona görə bura qoymalısan, on the environment. İndi böyük ehtimal ya C olar, ya da D olar. Ona görə A-nı, B-ni, Y-ni atın. Bir də uşaqlar, worry ilə də bilirsiniz nə olacaq? Worry about. Elə deyil, worry about. Nəsə haqqında, nəsə bağlı narahat olmaq. Burada of-u yazıram. Bu tam tərcümə hissəsidir. Paltarların təsiri. Bax, fikir verin. Paltarların təsiri. Oradakı ın of-la düzəldir. Bir dizaynerlər ətraf mühit üzərində paltarların təsirindən narahatlar. Aydındır fikrim. 18. Uşaqlar, 18-də deməli, sizə indi bir dənə mən belə sual verim. Many və severaldan sonra necə isim gəlməlidir? Bu sizdən cəmsim. Bax, fikir verin, burada cəmsim yoxdur. Görə bilirsiniz. Cəm isim yoxdur, ona görə 4-ü götürə bilməm. Bu əndə görə fikirləşməyin. Məsələn, bəzən tələbə deyir ki, orada ənd var, 2 dənə isim var, məsələn, götürək də. Ona görə mən many qoya bilərəm. Amma uşaqlar, many'nin qaydası odur ki, ismin kökünə s qoşasan. Several'da qayda odur ki, ismin kökündə s olsun. Yoxdursa səhvdir. Burada da s görmürəm deyə. Konkret bunları çıxırsınız. Qalır 1, 2, 3. Yəni, bu cür, belə deyək də, qayda tərəfidir. Bir də digər məsələ. A lot of-dur, more-dur, other-dur. Bunlardan sonra da cəm də gələ bilər, qəbul olunandır. Sayılmayan da gələ bilər uşaqlar, o da qəbul olunandır. Ona görə C-ni yaza bilirik. 19-da baxaq uşaqlar. 19 əslində burada sifət var. Bax ki, verin popular sifət. Sifət olduğuna görə mən oraya nə götürməliyəm? Böyük ehtimal soğudət götürərəm. Çünki saçdan sonra birbaşa sifət olmur. Sifət isim ola bilər və yaxud da elə isim olmalıdır. Əzdət deyə bir şey yoxdur. Yəni, cüt bağlayıcılardır bunlar. Qalanda da uşaqlar, neither, nor, both, and və so that. Bunu tərcüməyə görə qoyduq. Yəni, bunları fərqləndirmək üçün də. Neither, norun, yəni, bura yerləşdirəndə mənası düz gəlməz. Ona görə ən yaxşısı so that-i götürək. Bir də əlavə olaraq, yenə də, indi qəbula az qalıb deyə, tərcüməni tuta bilməyən tələbələr, görsəz ki, 2 dənə belə bir test verib sizə. Boşluqlar qoyublar və ortada sifət var. Yenə deyirəm, uşaqlar, testdə o qrammatikada olan sözlər elə çətin olmurlar. Yəni, popular sözünü hamı bilir də məşhur deməkdir. Görsəniz ki, 2 dənə boşluq var, ortada sifət var,
Yəni söhbət varsa variantda bunu götürə bilərsiniz. Yəni əksərən böyük ehtimal o çıxar cavab. Çünki Neyze Nordu, Boss Enddir. Bunların tərcüməsi bura düz gəlmir. Sözüxu deyə bilərsiniz müəllim, gələnlər də ola bilər. Okey, o da var. Belə. Amma burada tutmayacaq o şey. Ona görə D-ni də atıram. Qalır A variantı. iyirmi. 20-də görə eləyək. Sonra ən azından bizləri çıxarsınız da, elə deyil. Burada S-i görə bilirsiniz. Cəmlənib. Qaldım indi A-dan B arasında. Hansını götürüm? Məsələ nədir? İndi sizdən bir şey soruşum. Mən bayaqlar sizə demişdim. Aha, xəbər olanda, baxın, are traditional, gətirib bura xəbər yazanda. Boşluğu boş saxlamaq olar. Nə vaxt boşluğu qoya bilirdik bura? Da olanda. Yəni, ən azından B-də belə olsaydı bu cümlə, they are traditional. Yəni, mübtəda ilə başlasaydı, deyərdin ki, müəllim, mübtəda ilə başlayanda yanındakı əvəzliyi ixtisar apara bilərsən və bura boşluq da qoyarsan. Bax, sınaq 3-ə qalxıram, bir dənə baxın. Bayaq izah elədim onu. O başı bəlalı sualımız. Baxın, uşaqlar, 21-də. Bax, fikir verin, nə dedim burada? Dedim, baxın, boşluqdan sonra the dance, mübtəda gəlib deyə, sən bura heç nə qoymaya da bilərsən. Xətt qoyub keçə də bilərsən. Əgər bu olmasaydı, dostlar, bax, fikir verin, cümlə was held ilə başlasaydı, onda 4-ü heç vaxt götürə bilməyəcəydiniz. Yəni, əgər xəbərlə başlasaydı o cümlə, sən onda heç vaxt o boşluğu qoya bilməyəcəydin. Bu, ümumi bir qaydadır, hamısı üçün keçərlidir. Yəni, cümlə mübtəda ilə başlayırsa, ikinci gələn tərəf. Orada boşluq da götürmək olar. Yəni, sözünü üzülü sayın. Bağlayıcı qoymasan da olar. Amma feillə başlayırsa, məsələn, belə olsaydı, nöqtə, nöqtə, nöqtə was held formasında. Sən bura 4-ü heç vaxt götürə bilməyəcəkdin. Bu da demək olar ki, eyni versiyadır. Sadəcə bunun xəbərini aparıb varianta qoyublar. Onu sən özün düşünməlisən. Bax, fikir verin. Məsələn, 20-də gətirib ora are traditional-ı qoysam, bu xəbərdir, ismi xəbərdir, elə deyil. O zaman bura boşluq qoya bilmərəm. Ən azından qabağında which olmalıdır. O görürsünüz, A variantındakı kimi. Amma D ilə başlasaydı, mübtəda ilə məsələn, onda B-ni də götürmək olardı variant kimi. Kiminsə sualı varsa, uşaqlar desin. Və başqa düşməksə bir də deyin. Hı -hı. Xəbər bilirsiniz nədir uşaqlar? Bax yenə yuxarı bir dənə qalxım. Çünki orada hazır versiyada var. O cümlə tam deyil. Onun xəbəri hara düşüb? Are traditional haradadır? Variantdadır. Görə bildiniz də orada. Mən test çox getmədim. Bax, diqqətlə qulaq asın mənə. Bu testi gətirəm əvvəlki versiyasına. Bax, hamınız diqqətlə baxın. Burada uşaqlar cümləni yox, bağlayıcını seçmək istəyən tələb edir. Bunların hamısını silirəm. Bax, burada ancaq bağlayıcıları verir. Yəni, cümlənin bu hissəsi, bax, burası. Görə bilirsiniz? Aşağıya düşməyib. Bu yuxarıdadır. Amma bizim o testimizdə bağlayıcının yanına şeyi də salıblar. O cümlənin o davamlı hissəsini. Which the dance was held. İndi sözümün canı nədir? Bayaq nə dedim? Əgər nöqtələrdən sonra mübtəda gəlirsə, mübtəda gələndə uşaqlar, bağlayıcı yazmaya da bilirsən. Niyə görə? Çünki cümlənin quruluşu dəyişmir, pozulmur. Amma the dance olmasaydı əgər, fərz eləyin ki, yoxdur. Sadəcə was held var. Was held olsaydı, o zaman boşluq götürə bilməyəcəkdim. Mütləq nə olmalıydı yanında? Mütləq bağlayıcısı olmalıdır.
Bu da həmin versiyadır. Düşürəm yenə 21-ə. Yox, 21 idi o. Bizim öz testimizə. 20-ymiş. Bax, görürsünüz uşaqlar, bu cümlənin davam hissəsi are traditional. Düşüb aşağıya. Mən də nəyi demək istəyirəm? Zaten seyini, yeni, deyini çıxdı izə görə. Bunlar getdilər. Qaldın A-la B arasında. Hansını götürüm, hansını götürüm deyəndə sən fikirləşirsən ki, burada əgər are traditional gətirib bura yazsam, bax yazıram da. Are traditional. Nə bilim mən. Burada 3 nöqtədən sonra birbaşa nə gəlmiş oldu uşaqlar? Are nə deməkdir? Xəbərdir yoxsa mübtədadır? Siz deyin. Xəbərdir. Xəbər olanda da bura mütləq şəkildə bağlayıcı lazımdır ki, o cümlənin mənası düz gəlsin. Məsələn, which yaxud that. Amma yox, belə yazılsaydı, məsələn, they are traditional, o başqa məsələ. Deyərdin ki, müəllim, bunu aparıb yuxarıya qoyanda boşluqdan sonra mübtəda da gəlir. O zaman ora bir belə məsələn boş saxlaya bilərdim. Qabağında bağlayıcısı olmasa da olur. O baxımdan B-ni çıxırsan, A variantını doğru cavab kimi götürürsən. Ki bu xəbər gedib ora boş qala bilməz. Qabağında nə olmalıdır? Bağlayıcısı olmalıdır. Aydındır fikrim. Problem bilirsinə görədir. Öz dilimizdə də bilmirsiniz, bu tamamlığı, təyini, budaq cümlələri, bax, problem oradan qaynaqlanır. Hamınız deyirsiniz ki, abituriyent vaxtı asan idi. Əyəni dərsdən deyirlər, ata. Abituriyent vaxtı təbii ki, asanlardır. Uşaqlar, abituriyentlərə mən də dərs deyirəm də, orada axı belə şeylər yoxdur. Magistrda bir balaca bəzən belə dərinləmə qrammatikalar olur. Onu anlamaq üçün gərək öz dilimizdə də müəyyən qədər təyini, tamamlığı, nə bilim, budaq cümləni biləsən ki, bunu gərək düz yazasan. Onlarda boşluğu bilmirəm, indi var ya yox, orasını deyə bilmərəm, sadəcə mən bunu təxmin edirəm. Onlarda boşluq olanda bunu təsvir elə bil. Elə bilin ki, bu fəza figurudur da, təsvir eləməlisin beynində. O təsəvvürü yarada bilmirsən. Keçək 21-ə. Uşaqlar, when dedik ki, yenə də özündən sonra would götürməz, will götürməz. Bunları atıram gedir. Digər məsələdə 2-də də id ilə bəli, həz uzlaşmaz. Bu da getdi, qalır 1-dir. Görürsünüz, bu rahat qrammatikadır. 5 saniyə tapdım. Düşünmə tələb eləmədi. Nə bilim, sadəcə qaydada when-dən sonra bu gəlmədi, uzlaşma olmadı. Amma bu düşünmə tələb edən qrammatikadır, 20. Məsələn, qəbulda bu tipli ola bilərmi düşsün? Sözü, qrammatika son dövrlərdə belə düşmür, belə ağır olmur. Özü də görürsünüz də, çox sadə düşür. Amma yəni ola bilər də, məsələn, mətn rahat olar, dinləməni rahat eləyərlər biraz. Bir dənə də belə qrammatik qoyarlar ki, biraz da düşünəsiniz. Sonra 22. 22 uşaqlar, violence zorakılıq deməkdir, kindness mehribanlıq. Onu demək bu antonim deyil. Bu xəstəlikdir, bu sağlamlıqdır, bu antonimdir. Expense-lə fi xərc deməkdir, bu getdi, sinonimdir. Harm damage, təhlükə demək, ziyanzədə, bu da getdi. Rule və govern, idarə eləməkdir, bunlar da sinonimdir. Qalır 1, 3 doğru cavab, A variantı. Sonra 23. Məsələn, bu 23 də rahat qrammatikadır. People cəmdədir, xəbər də cəm olmalıdır, face deyə bilmərəm. 3-də də volunteers cəmdə olduğuna görə, bu da was yox, nə olmalıdır? Were olmalıdır. 3-ü də sildim. 1-i də sildim. Nə qaldı yerdə? 2 ilə 4. Aha, face, belə deyim, face-in üz mənası da var. Bir də fail kimi üzləşmə mənası da var. Məsələn, bəzən adamın qabağına çıxır. Yazır ki, many people, çoxlu insanlar üzləşir. Məsələn, many people face lots of problems nowadays. Məsələn, çoxlu problemlərlə üzləşirlər. Problems, məsələn, nowadays. Burada face artıq xəbər anlamındadır. Desən, məsələn, müəllim, hardan sən onu tutdun da? Məsələn, face-i nə bilim xəbərdir. Uşaqlar, ingilis bəli, bax, bu mübtədadırsa, bu da nə olmalıdır? Təbii ki, xəbər olmalıdır, elə deyil. Mübtədalar ard-arda şey gedə bilməz ki, sıralana bilməz. Məsələn, bax, testdə qaydaq bir dənə, bax, fikir ver. Many, daha doğrusu, most homeless people, bu sənin mübtədan.
Bu da ki, ən azından xəbər olmalıdır. Cümlə düzgün bir şey məna versin deyə. Bax belə, people cəmdədir, face olmalı idi uşaqlar. Volunteers cəmdədir, were olmalı idi. Ona görə qalır 2, 4. Mən nəyi deyəcəkdim sizə? 4-ü. Unemployed sözüm. Unemployed işsiz deməkdir. Yadda saxlayın, sifətlərin qabağına Z artiklı qoyanda onlar isimləşirlər. Yəni və cəmlənirlər. Məsələn, young gənc deməkdir, dostlar, gənc. Amma mən bunu götürüb the young yazsam, the young. Bax, fikir verin. Bunun mənası olur gənclər. The young olur gənclər. Bunun xəbəri artıq cəmdə olmalıdır. Unutmayın. Yəni, sifətlərin qabağında əgər D artiklını görürəmsə, deməli o nədə olur? O cəmdə olur. Yaxşı. Və ona görə də onun xəbərini şeydə götürməlisiniz. Mütləq şəkildə cəmdə götürməlisiniz. Yaxşımı? Belə. Elə olur. Bir də şey ola bilər, Qadir, orada. Sayılmayan isim xəbərdə şeydə qala bilər. Təkdə ola bilər. Bir də deməli, dostlar, nə edirdim? Sifətlərin qabağında D artiklı olsa əgər, elə bilim ki, onlar cəmlənirlər və xəbərdə cəmdə olmalıdır. Bu da öz yerində. Bir də Most'u soruşmuşdunuz. Most'un bəli, özündən sonra aha, More'da da eyni qaydadır. More'dan sonra da məsələn belə də ola bilər. Məsələn, more people. Xəbəri cəm olsun. Tak yazıram. More people buy. Çox insan alır, nəsə alır. Bir də belə ola bilər. More information. Çox informasiya, mən daha çox informasiya was sent. Uşaqlar, əslində desəz, məsələn, more məntiqli tərəfdən niyə görə belə gəlir? Uşaqlar, onun izahı da var. Çünki more, many ilə much'ın ikisinin də müqayisə dərəcəsidir. Yəni, bunun tərkibində həm many var, həm də much var. Hər ikisi üçün istifadə olunur. Many'dən sonra cəm isim gələ bilir deyə, many'nin bir xüsusiyyətini götürüb. Olub cəm isim. Much'dan sonra da sayılmayan isim gəlir deyə, bir də much'ın bir xüsusiyyətini götürüb. Yəni, more deməli, many ilə much'ın müqayisə dərəcəsi olduğuna görə belə dedik, hər iki növ isim gəlir. Yəni, bu da bunun bir izahı. Məsələn, more'dur uşaqlar, mostdur, enough'dır, some'dur, a lot of'dur, all'dur. Məsələn, bunlardan sonra lots of'dur, plenty of'dur. Həm cəm isim gələ bilər, həm sayılmayan. Xəbər də ücü dəyişir. Cəm isim xəbər cəm olmalıdır, sayılmayan isim xəbər tək olmalıdır. Əslində onu qeyd eləmişəm, dostlar, sizə qrupunuza sabah atacağım onu. Keçən dəfə də demişdim, vaxt edib yaza bilmədim. Yazılı formada göndərəcəm onu sizə. Çünki lazımlı bir şeydir də, çünki ümumi bir qaydadır. Onu biləndə çox şey yarayır. Demək, 24-ə gəldim, uşaqlar. 24 logical test, yəni bunun artıq qrammatika tərəfi yoxdur. Burada deyir ki, insanlar, people should, təbii ki, insanlar etməlidir nəyi? Müsbət şeyləri eləsin. Məsələn, təbiəti qorusun, ətraf mühiti qorusun. Bəli, qorusun. Protect nə deməkdir? Qorumaq. Protect-dir uşaqlar, preserve-dir. Məsələn, bunlar edirlər nə anlamında? Qorumaq anlamında. Elə deyil. Biri götürdüm. Sonra uşaqlar, bu contaminate sözü nə deməkdir? Kim deyər mənasını? Bəli, bəli, çirkləndirmək. Məsələn, pollute sözünün sinonimidir. Pollute sözünün. Və özü yaxşı sinonimidir. Ya. İndi ola bilər essedə falan istifadə edəsiniz. O yazılır. Bu söz. Çirkləndirmək. Hə, deməli uşaqlar, contamination da var. Buna shin qoşub çirklənmə yarada bilərsiniz. Pollution kimi. Deplete sözü tükətməkdir. Yəni, belə deyək, yox eləmək. Sonuna çıxmaq. Deyir, təbii resursların sonuna çıxmalıdır. Bu da səhvdir də. Yəni, təbii resursları, necə deyərlər, o söz var ya, yarım yoxmuşcasına şey eləmək, istifadə eləmək. Bu da düz deyil. 2-ni 3-ə atdım, bir də 4-ü götürürəm. Köhnə əşyaları recycle nədir? Emal eləmək. Emal etmək nəyi nəzərdə tuturam? Yəni, uşaqlar, bilirsiniz də, şəhərdə də var. Məsələn, pulkaları bir yerə atırsan, məsələn, paltar atmaq üçün bir yerlər var, onlar emal olunur, nəsə yaradırlar. Bax belə. Olur, doğru cavabımız 1-4 A variantı. 25-ə baxaq. Definition istəyir. Deməli, dostlar, waste bir tullantı mənası var, bir israf eləmək. Reduce azaltmaq, prevent qabağını almaq, qarşısını almaq.
Mən məsələn olsam, bu testi necə yazardım? Öz məntiqimi deyirəm. Uşaqlar, baxın, to use something again. Bu qısa olduğuna görə və nəyisə yenidən istifadə eləmək anlamına gəlir. Yəni, baxan ki, məni cəlb edir. O birlər uzundur deyə də onları oxumuram. Birbaşa bundan başlayardım. Nəyisə yenidən istifadə etmək. Uşaqlar, yenidən istifadə eləmək də bu elə qabağımızdadır. Recycle. Yəni, o burada olmadığına görə B variantda qala bilməz. Yəni, məsələn, Y ola bilməz cavabın, C ola bilməz, D də ola bilməz. Çünki B-nin düz gəldiyi bir söz yoxdur burada, definition kimi. Qalıram indi A-dır, yoxsa B-dir cavab. Hansıdır? Analiz eləmək lazımdır. Uşaqlar, deməli, onda 1-ə mən nəyi götürərəm? 1-ə C-ni verə bilməyəcəm. Bax, fikir verin. Nəyisə deyir, azaltmaq, ölçüsünü small eləmək, balacalaşdırmaq. Bu yanlışdır. C-ni atdınız, qalır hansı variant? D variantı. Waste-i israf eləmək. D variantı nədənsə çox istifadə eləmək. 2-yə C variantı azaltmaq, 3-ə də A, prevent. Nəyinsə baş verməsinin qabağını almaq. Əslində 3-ə Y də gedə bilərdi. Ola bilərdi əslində. Amma burada yəni ki, gördüyünüz kimi variant uyğunlaşmır deyə də götürmürəm. Hə, 26 bayaq mənim dediyim testdən də. Burada üzə yazıb ki, hansı cümlə, bax fikir verin dostlar, məhsula çevrilə bilməz. Hə, burada artıq siz bunu axtarmırsınız. Bax, bu yazdıqlarımıza baxmırsınız. Niyə görə? Çünki sizdən soruşmur axı, məhsulda cümlə tap, ya nə bilim, hansı cümlələr məhsuldadır. Bu belə bir sual vermir. Səndən sadəcə istədiyi nədir? Hansı cümlə məhsula çevrilə bilmir? Hansılar çevrilə bilmir, dostlar? Kim deyər? Yox. Cümlənin nəyi olmamalıdır? Bəli. Bir mənalı şəkildə cümlənin tamamlığı olmamalıdır. Bax, yadda saxlayın mütləq şəkildə. Deməli, əgər məndən desə ki, hansı cümlə məhsula çevrilməz, o cümlənin tamamlığı olmamalıdır. Amma uşaqlar desəydi ki, hansı cümlə çevrilə bilər, onda tamamlığı olmalıdır. İndi mən sizə belə bir qayda demişdim ki, gəlin burada feilə sual verin. Ən gözəli odur. Baxın, ən azından wear bilirsə nə deməkdir? Geyinmək. Sual verək nəyi? Əgər nəyi sualına cavab verirsə, yəni bu cümlənin %100 tamamlığı var artıq. Oturub onu axtarmağa dəyməz. Bax, onu keçən dəfə də dedim, təkrarçılıq olmasın. Məsələn, tələbələr nədə çətinlik çəkirlər? Tamamlığı tapmaqda. Məsələn, deyir ki, müəllim, mən bilmirəm o tamamlıq hardadır. Yəni, ən azından bir 80%imiz bəzi feillərin mənasını bilirik də. Buy almaqdır, wear geyinməkdir, nə bilim, sell satmaqdır, görməkdir. Hı -hı. Hə, nə işte. Məsələn, sən niyə görə düşünürsən ki, işlənməsin? Hə, mənası deyirsən heç gəlmir. Uşaqlar, o nə bilim, bizim dilimizdə tərcüməsi düz gəlmir. Amma belə şeydir, təsirli feildir. Çünki yenə deyirəm, baxın, qayda pozulmadı. Bax, görürsən, məna sənə görə düz gəlməsə belə, düşündün ki, geyinildi, Azərbaycan dilində düz gəlmir. Amma görürsünüz, qayda pozulmadı uşaqlar. Yəni, deməli, buradan belə yadda saxlayıram ki, feil nəyi sualına cavab verirsə, o %100 məhsula gedə bilir. Burada kill-dır tamamlığı. Bunların özəl paltarlarıdır uşaqlar. Necə ki, bizdə var milli paltarlarımız. 4-də də ki, uniformadır tamamlıq. 2 ilə 3-də isə yoxdursa. Bu olmayanlardır. Desən necə çevirirlər? Adi qaydada. Məsələn, wear hansı zamandır burada? İndiki zamandır. Onda bunu çevirəndə uniform düşür qabağa. Belə olur. Uniform is. Wear-in V3-ü nədir? Bilirsiniz. Soruşum. Necə? Bir də deyərdim.
Were keçmişidir. Worn. Bax belə yazılır. Uniform is worn. Uniforma geyinilir. Kim geyinir görək? Uniforma geyinilir. Deməli, by students. İndi davam da yazmaq lazımdır uşaqlar. In all the public schools, bu onun davamıdır. Sonra in Great Britain daha doğrusu verə bilərsiniz, Böyük Britaniyada. Students da bu da mübtəda adlı, elə deyil, tələbələr. Tələbələr cümlədə olmaya da bilər, amma by ilə belə də verə bilərlər. By students. Yəni məhsul növün elə yeri gəlmişkən deyim də, əsas qaydalarından biri nədir dostlar? Məhsul növdə mübtəda cümlədə olmamalıdır. Əgər olsa, qabağına gərək by yazsınlar. Yəni ingilislərdə belə bir şey var. Həqiqətən də orada bir kitab var, onlarda Sven'in kitabı qrammatikada. Yazır ki, by elə bilin ki, bunun üzərinə elə bir tor atmış kimi olursan, bunu gizlədirsən. Və orada mübtəda elə bilirlər ki, yoxdur. Əslində mənə görə də məntiqsizdir. Həqiqətən bunu mən çox araşdırmışam. Yəni zaten bu mübtəda bu cümlədə var da, deyirsən, tələbələr tərəfindən geyinilir. Amma deyirlər ki, by elə bir onu səhvləyir. O mübtədanı oradan itirir. Bax belə. Yəni əsl məhsul növünün özündə bu olmasa olar. Amma qaydadır. Deyirlər ki, mübtədanı gətirib yazsan əgər, ora gərək mütləq by verəsən. İndi onu vermək lazımdır uşaqlar. Adı üzərində məhsul. Da indi bayı da bura verməsəm, students olduğu kimi cümlədə qalsa, bunda nəyi məhsul olur? Elə deyil. Orası da var. Hə, belə uşaqlar. Uzun sözün qısası doğru cavabımız olur. 2, 3. Yenə də sualınız var. Ki, məhsula çevrilməz deyirsən. O, bilirsən necədir? Mən onu qayda kimi demirəm ki, o qanun uyğunluqdur. Məsələn, götürək arrive. Arrive nə deməkdir? Mənsiz. Gəlib çatmaq. Bax, sual ver, gəlib çatmaq. Nəyi sual? Deyə bilərsən, gəlib çatmaq nəyi? Yəni, bu onsuz çevrilə bilməz. Mən ona görə deyirəm, uşaqlar, bayaq elə onu demək, sözümün canı oydu da, əzbərə öyrənmə. Məsələn, 6 dənə, 7 dənə feili öyrənirsən, elə bilirsən, ancaq onlar olsa çevrilməz. Məsələn, götürək şeyi, başqa bir feil. Take place. Nə deməkdir uşaqlar take place? Hər dəfə gördüm. Baş vermək. Bax, sual ver. Nəyi baş vermək deyə bilirsən? Yox. Deməli, hansı cümlədə take place olsa, o məhsula çevrilə bilməz. Arrive olsa, o da çevrilə bilməz. Və yaxud da rain götürək. Məsələn, deyirlər, təbiət hadisələri məhsula çevrilmir. Bizim kitablarımız belə yazır da. Bu təbiət hadisəsi niyə çevrilmir? Bunun o çevrilməyən tərəfini demək lazımdır ki, bu təsirsiz feildir. Rain nə deməkdir? Yağış yağmaq. Sual verin. Nəyi yağış yağmaq deyə bilərsən? Yox. Onda çevrilməz də. Çünki tamamlıq gəlməyəcək özündən sonra. Amma deyirəm, by. By nə deməkdir? Almaq. Özüm sadə feil qoydum ki, hamımız bilin də. By almaq. Nəyi? O görüşürlər, bu cür tamamlıq tələb edir. Məsələn, buy the tickets. Yəni biletləri almaq. Düz yazdım. Bax belə. Yəni uzun sözün qısası. Tamamlıq axtaranda, məhsul növdə olar, olmaz deyəndə nəyi sualını yadınızda saxlayın. Və yenə deyirəm uşaqlar, gündəlik feilləri əksəriyyətiniz bilirsiniz. Almaq, satmaq, gətirmək, aparmaq, çatmaq, getmək. Onsuz bu tipli testlərdə bu gündəlik feillər olur əksərən. Gördün tamamlığı tapa bilmirsən, götür sual ver feillə. Gördün nəyi sualına cavab verir, heç düşünmədən onu götürə bilərsən. Sizə bir dəfə də test göstərmişdim. Məsələn, 2023-də, yox, 2021-də qəbula düşmüşdü. Məsələn, orada tələbələr tapa bilməmişdi əksəriyyət tamamlığı, çünki uzun cümlə idi. Və çoxu da götürməmişdi, tamamlığı tapmadılar deyə. Amma şey belə idi uşaqlar. C idi deyəsən. Aha, deyəsən C idi məncə. Ya C2 idi, bilmişəm. Amma C götürək məsələn. C nə deməkdir? Görmək. Nəyi sualına cavab verir? Görmək. Nəyi? Deməli, bu mütləq şəkildə məhsula çevirilər. Sən onun tamamlığını tapsan da, tapmasan o cümlədə. Yəni, bu %100 olan şeydir, yenə deyirəm uşaqlar. Yəni, bunun bir kənarlaşması ola bilməz. Məhbə fikrim aydın oldu, nə demək istədim? Amma bəli, düz deyirsən. Bəzi feillər var, o, məsələn, xüsusi kitablarda yazılır ki, bunlar məhsulda olmaz. Amma yəni olmama səbəbi sırf budur. Nəyi sualına cavab vermir, təsirsizdir.
Və onlar da götürülmürlər. 27. Uşaqlar, askdan sonra dət gəlməz. Əslində bunların təkrar-təkrar olmağı yaxşıdır. Düzü əzbərlikdə bir tərəfdən askdan sonra dət gəlməz. Baxın, 2-də yenə bəli, do var, suala çevrildi. Nəqli cümlə. Uşaqlar, bu qəbula düşsə, nöqtəni burada qoyacaq. Yəni narahat olmayın. Sadəcə mən bunları yığanda gəlib düşüb bura PDF-də. Qəbuldama belə qoyulur. Aralı qoyurlar, bilirsən ki, nəqlidir. Həm də ki, cümlənin video fasonuna baxanda da nəqli cümlənin o havasını verir adama. Və burada da bəli, do qabağa keçməz. Doğru cavab qalır 1-4. İndi gəldik 28-ə. Deməli, uşaqlar, sizdən bir dənə bir şey soruşmaq istəyirəm. Bu have to, burada have to-nu görəndə ağlınıza nə gəlir? Bu have to nə deməkdir? Nəyi göstərir? Aha, bəs 4-də nəyi göstərər? İndi bax, Layla, onu da belə yaxşı, belə deyim sizə. Bu cümləni təsdiqə çevir. You-dan sonra nə gəlməlidir? Nə tər deyəcəksən? Bax, you-dan sonra have-i qoyacaqsan, elə deyil. Bu have-i nə edəcəksən? Atacaqsan you-dan sonra. İndi gör nə yaranmış oldu. You have to pay. Və necə oldu? Burada modalı oldu. Yəni sözümün canı nədir uşaqlar? Bir tərəfində to, o biri tərəfdə have görəndə bilin ki, bu modal feildir, have to-dur. Tuta bilməsən də çevir də. Bunu götür, have nəqli cümləyə çevir bunu. Mən nətər elədim? Başa düşmək üçün nəqliyə çevirdim. Nəqliyə çevirəndə də köməkçi feil qayıtmalıdır yerinə, elə deyil, gəlməlidir bura, mübtədanın dibinə. Olmalıdır. You have to pay. Hə, onu da mən analiz edirəm ki, burada, bu da have to modal feiliymiş. Bunu əslində parçalayıblar. Suala çeviriblər. Axı mən demişdim bunu parçalamaq olmaz. Bu belə suala çevrilməlidir. Do you have to pay? Bax, belə olmalıydı. O da hansı versiyada düzdür? Bax, 1-də görürsünüz. Do you have to pay? 1 düzdür, 4 səhvdir. Gördünüz. İndi qalıram 2 ilə 3 arasında uşaqlar. 2-də 3 dənə problem var, ona baxaq. Baxın, sual cümləsinin bayaq da dediniz. Qaydası nədir? Köməkçi feil, sonra nə gəlməlidir? Burada əsas feil. Yazıram əsas feil. 3-də fikir verin, mübtəda var, əsas feil var. Nə çatmır burada? Aferin, köməkçi feil çatmır da. Olmalıdır. Who do you borrow money from? Atdığın bunda. Qaldı bir. Sual olan var. Tam aydındır uşaqlar. Əsas feil. Məsələn, bax, fikir ver, yazın bir dənə cümlə bu. Məsələn, yazıram. Does she wear uniform every day? Elə bil bunun sonunda da sual işarəsi var. Aktiv deyil, elə bil ki, bu sual işarəsi. Və dili dəyişmədim. Bax, fikir ver, does, köməkçi feil, she, mübtəda, wear, əsas feil. Demək, bu cümlə düzdür. Uşaqlar, məsələn, həmişə does olmayacaq. Bəzən belə də ola bilər. Məsələn, have you waited for us? Bax, fikir verin. Have köməkçi feil, you mübtəda, waited də bunun əsas feili. Necə əsas feili? Bunu təsdiqə çevirəndə bu necə olur? You have waited, elə deyil. You have, bunu buradan silirəm. Gətirəm, atıram bura, bax, təsdiq versin. Bu hansı zaman olmuş olur, have waited? İndiki bitmiş, elə deyil. Bunu da suala çevirəndə nə eləmək lazımdır? Have atmaq lazımdır əvvəl. Oldu belə də sual. Yəni həmişə do, does, did keçmir də onu demək istəyirəm. Bəzən ola bilər uşaqlar əmizar keçər qabağa. Məsələn, cümlədə olar is, məsələn, is she seen in the forest məsələn. Görürsünüz.
iz keçib qabağa. Yəni köməkçi feil deyəndə istənilən belə deyək də, o tanıdığımız feillər ki var, onlar köməkçi feil ola bilirlər. Məsələn, bəzən must ola bilər keçsin qabağa. Yəni bu da qəbul olunandır. Məsələn, yazar must they go? Onlar getməlidir. Bax, görürsünüz, must keçdi qabağa. Hə, de. Aha, iki feil yanaşı gəlirsə, əksərən bəli, aralarına cəlb edilir. Məsələn, yazaq. Orada uşaqlar sual birinci feylə görə. Məsələn, gəl yazaq. She decided to go to park. Qərara gəldi ki, hara getsin? Parka getsin. Fikrini bu birinci feylə salırsan. İkinci feyllə işin yox. Yaxşı. Decided hansı zamandadır? Bəli, qurtardı. Did she decide? Afərin. Decide idi düşdü. Davamında gətirib yazırsan olduğu kimi. Oldu bu da belə. Bir də uşaqlar, bir cümlədə iki dənə sual versiya ola bilməz. Dimin testlərində, məsələn, indikidə çox var. Yazır, did she decide to go to park? Davamında da yazır, nə bilim, do you know? Mənası cümlə yazdım elə özümdən. Burada da did var, qabağa keçib. Burada do keçib qabağa. Yəni, belə bir cümlə görsəz ki, iki tərəfli suala çevrilmə var bu cümlədə, o da səhvdir. Yer gəlmişək, onu da deyim. Birdən də çıxarqalım. Belə. Başqa var sualı kiminsə. Xoşdur. 29-u deyim uşaqlar. 29 nədir burada? Make-up soru. 20, 24 deyirdim nəsə, yoxsa? Bir də uşaqlar 30-dakı bildinizdə widespread ilə qlobal olar. Bir də düşünürəm uşaqlar bu qəbulda bu tipli bir şey düşsün. Bilmirəm. Nəsə bir içgüdülərim belə deyir. Çünki neçə qəbuldu yoxdur? Yox, vital yoxdur. Equal çünki bərabər demək. Həyati amma vacib anlamda deyil, həyati vacib. Equal amma bərabərdir. Bu heç cür düz gəlmir. Tamamdır. Belə. Uşaqlar, gəlin sizlə sürətli bir formada mətnlərimizə də baxaq. Kimin nə sualı varsa versin. Üçdən deyim, sonra da 4-ə qayıdarım. Yaxşı. Bir də dostlar, rəy bölməsinə kimsə nəsə yazsa, onu da mən deyim də, zəhmət olmaz. Birinci 6 keçdim, düzdür? İndi uşaqlar yazıb ki, 7 il sonra, after 7 years, yay ayında BBC yenidən yayıma başladı. Broadcast sözü yayımlanmaq deməkdir, yayım deməkdir. Əslində burada 7 il verib, amma mətndə onu illi şeylə veriblər, elə adi rəqəmlə. Yəni, rəqəm deyəndə bu nəzərdə tutun. Baxın, 39-da dayandı. Bax, fikir verin. Deyir ki, bu cizgi film ekranda gedəndə dayanır və müharibə başlayır. Və 46-cı il iyunun 8-nə qədər belə deyək də bu şeyin bərpa edə bilmir. İyunun 8-i 46-cı ildə bir o böyük qələbə günündə təzədən yayımlanmağa başladı. 46 ilə də 39 arasında uşaqlar neçə il fərq var? 7. Elə deyil. 7 il arada fərq var. 7 ildən sonra başlayır və təbii ki, iyunda yay ayı. İyunun 8-i başlayır. Ona görə də 6-2-ni turu götürmək olar. Okey? Başa düşdünüz? Sonra 6-3. Uşaqlar yazıb ki,
Saat 7-dən sonra PM axşam nəzərdə tutulur. Axşam 7-dən sonra xəbərlər yayımlanmayacaqdır. Niyə görə? Çünki qəzetlərlə yarışdan uzaq qalsın deyə. Stay away from. Bu məncə yuxarıda var bu cümlə. Götürmək olar. Yəni, buradadır, düz tapma görəsən. Hə, bax buradadır. Baxın. Eyni cümlədə uşaqlar sadəcə avoid-la sinonim əvəz ediblər. Stay away yazıb bir dənə. Başa düşdün? Əsas sən səhvin. Uşaqlar. Bu sınaq üstü, hə. Deyir ki, 39-cu il sentyabrın 1-də 2-ci Dünya müharibəsi baş verir. O cümlədə buradadır, deməli Lalə. Yazıb ki, sentyabrın 1-i 39-cu ildə bu cizgi filmin ortasında yayım dayanır və müharibə başlamışdı. Yəni, deməli, 39 sentyabrın 1-də artıq müharibə başlayır, müharibə gedir, elə deyil. Özü 2-ci Dünya müharibəsindən söhbət gedir də, Second World War. Ona görə də bunu pul götürmək olar. Occur sözü də başlamaq, yəni ki, belə deyək də, baş vermək anlamındadır. Kim aydınlar yoxsa? Bildin? Bu sadə. Sadə deyəndə, yəni şey veriblər də elə orada, rəqəmlə ilə. Sonra, deyim dostlar. Ona qədər var, dostlar. Burada wrong istəyir. Mən elə biləm, A-ya baxan kimi elə biləm səhvdir. Niyə görə? Yazıb BBC-nin beynəlxalq sahədə heç bir uğuru yoxdur. Yəni, böyük ehtimal bu səhv olar. Çünki mətnin axırlarında onun uğurlarından danışır. Bax, fikir ver. Beynəlxalq yarışlarda BBC müntəzəm olaraq çoxlu ödüllər qazanır digər yayımçı şirkətlərə nisbətdə. Yəni, ona görə heç bir uğuru yoxdur müasir dövrdə. Bunu demək biraz düz gəlmir. Əgər B-ni götürmüsənsə, B-də Lalə niyə belə böyüdü? Dəqiqə. Kompüter olmuş. Onu B-ni götürmüsənsə əgər, B-də deyir ki, nəinki hətta. Yəni, burada only demək deyil bu. Not only but also nəinki hətta deməkdir. Bir bağlayıcıdır. Bax belə. Digərlərdə yəni düzdür yenə də. Məsələn, C-dir, deyir ki, əsas yerlərindən biri kimi qalır. D-də yazıb keçmişdə bəzi şikayətlər var idi, bu da düzdür. Yeri də yazın, müharibə baş verən kimi kanal yayımı dayandırır. Bu da düzdür. Çünki 39-cu ildə o Mickey Mouse gedəndə elə onun yayımını ortada kəsiblər, dayandırıb. Aydındır fikrim. Sonra baxım ona. Onda amma bizdən nə istəyir? Cavabı olmayanlardır. Bax, fikir verin inşallah, doesn't. Birin cavabı var. Bax, yazıb ki, nə vaxtdan bəri məşhur təşkilatlardan biridir BBC Britaniyada. Müharibə dayanandan bəri, yəni 46-cı ildən bəri, bax, buradadır onun cavabı. 46-cı ildə bu öz fəaliyyətini bərpa edir və sonra yazıb bura. Since then, o vaxtdan bəri, yəni 46-cı ildən bəri. Səndə sualda nəyi soruşur? Nə vaxtdan bəri olmasın? Sən də deyirsən ki, müəllim, 46-cı ildən bəri. Ona görə biri götürürsən. Bir də orada cavabı olan miqdar məsələsi idi. A few thousands of yazıb burada, hardasa. Bax, yazıb burada. Bax, say budur. İnsanların sayı. Hundreds of thousands. Yüzlərlə, minlərlə insanlar. İki dəfə görürlər.
Demək, biri götürürsən, yəni biri götürürsən deyəndə cavabı var biri. Bir də dördün cavabı var. Bax, fikir verin. Nə qədər insan deyir o flickering uşaqlar titrəyən sürətlər deməkdir, belə deyil, titrəyən şəkillər. O təbii ki, televizorda o köhnə televizorlar var. Var deyəndə mən də görməmişəm sözün düzü. Belə şeylə qabağıma çıxdı YouTube-da falan. Onlarda ilkin göstərmə belə deyək, sürətdə titrəyən formada olurdu. Bax o flickering image deyəndə o nəzərdə tutur. Və deyir nə qədər adam görüb bunu? Onun da cavabı hundreds of thousands formasındadır. 4-ü götürdüm. Yerdə qalan 2, 3, 5-dir və bunların cavabı yoxdur. Məsələn, ilk radio nə vaxt yaranıb? İlk radiodan danışmır, 5 getdi. Nə vaxt sonuncu ödül qazanıb? Bu da yoxdur. 2 də yoxdur ki, hansı insanlar final kupasını görüb? Burada insanları təyin eləmək lazım idi. Yəni, hansı insanlar? Alimlərmi, həkimlərmi, pilotlarmı, ya nə bilim, şəhərdə yaşayanmı, qabağında təyin olmalıdır. O da verilməkdir, bunu da çıxın. Yəni, onda doğru cavabımız nə qalır? 2, 3, 5. Niyə görə? Yenə deyirəm. Çünki cavabı olmayanları istəyir. BBC nə vaxt ən sonuncu ödülünü qazandı? Ona görə il verin. Sonra dostlar, qalar yazıb ki, 11-2-də bir heyətin dini ideyaları Qandiyə təsir eləmişdir. O cümlə buradadır. Baxın. Yəni, bu bir qrupdur da, elə deyil. Crew demək olar buna, heyət, qrup. Görürsünüz, yazıb bura. Dini qruplaşma. Bu James'in dini ideyaları ona nə eləmiş? Təsir eləmişdir. Also affected him yazıb. 11-3-də eyni şeydir. 11-2-də daha doğrusu. Bir qrupun, bir qruplaşmanın dini ideyaları Qandiyə təsir elədi. Qandi üzərində təsiri var idi. Ona görə bu true olar. Sadəcə bura qrup yox, crew yazıb. Heyət, qrup anlamında. 11-3-ə gələndə məsələ nədir uşaqlar? 11-3-də burada problem tolerans yazmağıdır. Baxın, mətndə ora intolerans yazıb. Bayla bu cümlə gözümün qabağına gəldi. He was unable. Bura unable yazıb, bacarmamaq deməkdir. Ora couldn't yazıb. Eyni şeydir. To solve the problem of religious, bu nə yazıb bura? Intolerance. Intolerance sözü uşaqlar dözümsüzlük deməkdir. Yəni, səbirsizlik anlamında gedir. Dözümsüz olmaq. Amma tolerans nə deməkdir? Dözüm, səbir. Bu intoleransın sinonimi olmadığına görə 11-3-ü düz götürə bilmirəm. Yəni sözü səhv verib. Tolerans yox, nə yazsa düz olardı? Intolerance yazsa. Ona görə nə yazır? Bu da false. 11-dur. Qandinin uşaqlar reform islahat deməkdir. Qandinin islahatları ölkənin iqtisadiyyatında böyük rol oynadı. Amma yazıb ancaq ölkənin iqtisadiyyatında. Bu ucu düz olmaz. Sadəcə iqtisadiyyata kömək eləmir axı. Siyasətdə də. Görsənmi hangisi? Ona görə diqqətli olmaq lazımdır biraz. Sonra 15. 15-də deyəsən bir dənə 4 yazmışam uşaqlar. Niyə görə 4 yazdım? Bu mətnlərsə demişəm uşaqlar. Bunlar əvvəl qəbul düşən mətnlər olur. Yəni qəbul suallarıdır. Və bu mətnlər əvvəl belə düşmürdü. Daha çox uzatmıram. Qapalı idi hamısı. Mən özüm dəyişmişəm. Və bəzi suallar var ki, orada vaxt olmadığına görə yoxlaya bilmirəm. Məsələn, burada 3 dənə cavab çıxa bilər, 2 dənə cavab çıxa bilər. Sonra özüm cavabı çıxardığımda görürəm ki, yəni uyğunlaşmır. Əslində burada biri də götürə bilərdim. Məsələn, 2 cavab olsun deyə. Amma götürüb şey eləmək istəmədim. Çünki biz sizlə danışmışıq ki, mətndə konkret cavab olsun. Ona görə özüm də onu götürmək istəmədim. Çünki biz elə danışmışıq. Birdə uşaqlar sosial toleransdan danışır. Bax, fikir verin. Yazıb niyə görə Qandi inanırdı ki,
sosial dözümlülük vacibdir. Burada sosialı soruşur, amma mətndə dini dözümlülükdən danışır. Sosialla da bura baxın, dini dözümlülük buradadır. Bax görürsünüz. Deyir Qandi inanırdı ki, dini dözümlülük çox vacibdir. Hindistanın müstəqillik məqsədi üçün, uğura getmək üçün. Burada dini dözümlülük deyir. Baxın, religious tolerance. Axı sosial yazmayıb. Yenə deyirəm, ha, məsələn, cavab çıxsın deyə özümdən deyərdim ki, hə, bu din sosiallaşır, nə olur, uyğunlaşır onunla bir yerdə. Amma yox. Yəni konkretlik varsa əgər qaydamızda, yəni konkret baxıramsa əgər, bunun cavabı yoxdur burada. Çünki burada yenə deyirəm, dini dözümlülükdən danışır, sosialdan yox. Atdım biri, bir getdi. 2. Qandi neçənci ildə Hindistana qayıtdı? Təbii ki, bu da yoxdur. Çünki bu gedir xaricə və yazıb ki, 20 ildən çox yaşayandan sonra Hindistana gəlib. Mən nə bilim bu hansı ildə gəlib? Yəni nə vaxt gəlib? Məndən onu soruşur, konkret ili. Mən bunu necə deyə bilərəm ki, bu 1960-da gəldi, 50-də gəldi, 40-da gəldi. Ən azından desəydi ki, məsələn, 1908-də Hindistanı tərk elədi, 20 ildən sonra gəldi. Məsələn, after 20 years yazsaydı, hə deyərdiniz ki, müəllim, elə olanda dəqiq 1928 çıxır. Amma belə heç bir rəqəm burada mən tapa bilmərəm bu suala. Ona görə 2-ni də atıram. Özdə bax görürsünüz, konkret istəyir, hansı ildə qayıtdı. 2 də getdi öz işinə. Sonra 3-ə gəlirəm. Miqrasiya ilə force o demək uşaqlar məcbur edilmək. Bax miqrasiyaya nə qədər adam məcbur edildi? Nə qədər adam məcbur edilib? Bunun sayı yoxdur axı. Yəni mən elə fikirləşirəm. Gedək yuxarı. Qeyri-müəyyən varsa bəlkə götürmək olar. Amma elə biləm yox idi mən oxuyanda. Hə, sadəcə deyir ki, insanlar hə düzdür. Hardaydı bu? Baxın. Sadəcə üzləşib deyir. Yox, o sağ olsun mən də götürdüm də, çünki say var idi. Amma burada yox da. Onun cavabını burada necə götürmüsən Lalə? Yox, onun cavabını bura necə götürmüsən? Hə, hə, başa düşdüm. Elə bilmirsən o mətn buradadır, hə? Elə anladım, okey. Bir də uşaqlar, 5-i də çıxıram. Hansı dini fərqliliklər var idi? Hindistanlılarla müsəlmanları ayıran. Bu da yoxdur uşaqlar. Yəni deyir ha, ayrılırlar. Amma konkret dini fərqlilikləri sayın. Bir dənə qalır 4. Ki bu insanın əsas prinsiplərinin mənbəyi nə idi? Əsas mənbə. Bax o mənbə də dostlar burdadır. Mən sizə göstərəcəm. Bax, onun cavabı var üzə. Source of his most important principles. Zorakılığa yox deyirdi, dini dözümlülük və oruç tutmaq. Bunun əsas 3 dənə prinsipi buymuş. Ona görə də bir dənə uşaqlar, yəni konkret olsaq əgər, cəmi bir dənə 4 çıxır burada. Yenə deyirəm, qəbulda bir sualın cavabı çıxa bilərmi? Böyük ehtimal qəbulda ən azı ikisi olmalıdır. 2 dənə ya 3 dənə. Belə dəyişir də. Bunu sadəcə mən tərtib eləyəndə nəzərə ala bilmirəm. Yəni vaxt olmur deyə yoxlaya bilmirəm. Bəzən ona görə belə şeylər ola bilər. Okey. Sınaq 4-dən deyim dostlar. Yazıb ki, gündəlik bu biletlər, yəni avtobus biletlər deyək də biz buna. İnsanlara xüsusi turist avtobuslarından istifadə etməyə icazə vermir. Tabii, bu əslində düz olar. Niyə görə? Çünki məsələ bilirsiniz nədir? One day bus pass, yəni bu nəyə aiddir? Bir günlük London avtobus bileti. Kim istifadə edir bundan? Turistlər. Elə deyil. Bu turistlərə ayrılmış biletdir. Və onunla da turistlər şəhəri gəzirlər. Və bura yazıb bizə gündəlik biletlər. Gündəlik biletlərdə təbii ki, belə desək də, yəni gündəlik biletlə insanlar nə edə bilirlər? Adi bu nəqliyyat vasitəsi kimi metronun işə gedər gələr, ya nə bilim avtobusla şəhər daxili gəzər bu formada. Yəni ki, xüsusi turist avtobusu kimi istifadə edə bilməz. O baxımdan bəli, turu götürmək olar. Nə fikrim aydın deyə bir də deyim. Yəni başa düşün eləmək istəyirəm.
Yox, burada turistin biletini demir ki sənə. Sənə burada nə yazıb qabağına? Gündəlik avtobus biletləri. Və yazıb, gündəlik avtobus biletləri insanlara icazə vermir. Nə istifadə eləməyə icazə vermir? Xüsusi turist avtobuslarını. Bu düzdür də. Bax, belə mən. Məsələn, uşaqlar, mən şəhərdə qalıram və mənim əlimdə Bakı kart var. Mən Bakı kartdan metroyla gedirəm, avtobusa minirəm, elə deyil. Amma o iki şeyli o turist avtobusları olur. Bax, ona minmək üçün mən nə eləməliyəm? Əlavə şey almalıyam da, bilet almalıyam. Elə deyilmi? Ki, gəzim. Yəni, gündəlik biletlər insanlara icazə vermir. Nəyə icazə vermir? Xüsusi turist avtobuslarına minməyə. Onu eləmək üçün mənə nə lazımdır? Bir günlük London avtobus biletləri. Bax, görsən nə yazıb qabağına? Bir günlük, one day. 6-3. Uşaqlar yazıb ki, insanlar London avtobuslarını bu yazıdan tanıyırdılar, amma səhv. Yəni yazıb ki, onların bu yazıya ehtiyacı yoxdur. Yəni London avtobusları artıq bir simvol kimidir. Yəni həmin o yazı o qədər də önəmli deyil. Yəni həmin o yazıdan tanımırlar. Və görürsən, they don't need yazır. Ona görə bu false. 6-3 kimi səhvdir. Uşaqlar, 7-də rombistir yenə. Böyük ehtimal yenə gözümə B variantı dəyir burada. Altın xətlədim. Some of the old buses have been preserved. Yəni bəzi qədim avtobuslar qorunub saxlanılıb, preserve edilib. Amma burada yazıb ki, heç biri saxlanılıb. Görə bilirsən. Bu ona görə artıq avtomatik səhv. Digərləri isə o digərə ha, necə? A səhv deyil axı, A düzdür. Düzdür deyə götürmürsən. Yəni yazıb ki, köhnə avtobuslarla fərqi odur ki, bugün avtobuslarında köhnələrdə şey yox idi. Upper deck nə deməkdir? Yəni yuxarı mərtəbənin üzərində roof olmayıb. Roof onun damı deməkdir də. Damı olmayıb başları üzərində insanların. Bu əslində düz ifadədir. Çünki yağsa da yağanda üstlərinə yağırmış. Həm uşaqlar onu qoyuram kənara. Məsələn, mətni əgər diqqətlə səsim gəlir sizdən. Yəni, bu şey. Harda qalmışdım? Testdeyim desin ki, səndə problem var. Hə, yəni onu deyirdim ki, bura yazıb ki, some of the old buses, yəni bəziləri qorunub saxlanılıb. Bunu da nanla verib deyib, bu artıq səhvdir, beyni götürər. Sonra növbətini deyim. Sonra 9-a da yenə də çıxış eləsəz, bax beyni atarsınız. Bir maşınların arasında görünmürdü səhv. Only yenə də bax səhv eləyəcək. Ancaq deyir ki, aşağı mərtəbədə yerlər var idi, amma əksinə həm yuxarıda var idi, həm aşağıda. Bu aşağı mərtəbə deməkdir. Çoxlu qəzalara səbəb eləyirdi. Bunu da çıxıram və hündür deyildi yazıb uşaqlar. Double deckers təbii ki, hündür olmalıdır, elə deyil. Yəni, iki mərtəbə deyirsə bir şeyə, necə mən onu hündür deyildi deyərəm. Fikirləşirəm ki, are primarily for commuter transport götürmək olar. Yəni, əsas etibarilə
Kommüter nə deməkdir? Nəqliyyat, yəni sərnişinlərin gedib gəlməsi üçün idi. Sonra 11, 2, bax, yaxşı. 11, 2. Şular yazıb, fasting bilirsiniz ki, nə deməkdir? Oruç tutmaqdır. Yəni, oruç tutan, bəli. Reason da səbəb. Yazıb onun səbəbləri depend on, asıl kimdən? İnsanlardan. Reason, səbəblər asılı insanlar. Əslində bu düzdür. Yəni, Lalə, burada yazıb ki, mətndə bəzi adamlar var, dini səbəblərə. Bax, yazıb, bəzi adamlar dini səbəblərdən, spiritual reasonlardan tutur bu orucu. Digərləri də, while others. Sadəcə bədənlərini disiplin eləmək üçün də, yəni o, necə deyərlər, müəyyən qədər toksinlərdən falan uzaqlaşdırmaq üçün tuturlar. Yəni ona görə də bu oruc əslində, oruc tutmaq, fasting, səbəbləri insandan asılıdır. Dəyişə bilər. Biri dinə görə tutur, biri mənəvi şeylə, xüsusiyyətlərə görə tutur. Və yaxud da biri yox, bədənin bura bir dəxli yoxdur. Burada deyir, insanlardan asılıdır. Yəni səbəb insandan asılıdır da. Biri bədənini eğitmək istəyir, toksindən uzaqlaşdırır. Biri də deyir, məsələn, dinə görə tuturam, tutaq ki. Yəni onu demək istəyir ki, bu insandan asılıdır, o fikirlər. İndi belə. Sonra dostlar, bilin. 14-ə baxın, kimsə 14 demişdi. Hı -hı. Problem yox. Uşaqlar, 14-də deyir ki, doğru cümlələri seçin. Bax, 3-ü çıxıram. Oruç tutan adamlarda ömür azalır yazır. İndi mən demirəm, uşaqlar, bu düzdür. Nəm, oruç tutan insan 500 il yaşayır və s. Orası ilə maraqlanmıram. Məsələ orasında deyil. Mətn mənə deyir ki, kim oruç tutur, bu insan cavanlaşır. Nə bilim, ömrü uzanır, uzun ömürlü olur. Yenə deyirəm, amma bu mətnin mənə verdiyi ifadə fikirdir. Bax, yazıb bura. Oruç tutmaq, rejuvenation, yəni ki, cavanlaşmağa gətirir, çıxardır. Yaşam gözləntisini extend edir, artırır. Yəni azaltmır. Bura decrease yazıb. 3-ü çıxıram. Sonra uşaqlar 5-i də çıxaram buradan bir də. Təxminən bütün insanlar dini səbəblərdən oruç tutur. Nearly all the people yazır. Bütün insanlar. Amma uşaqlar bütün deyil də axı bəzi adamlar idi. Baxın, some people. Yəni bütün insanlar orucu, yəni dini səbəblərdən tutmurlar. Ona görə bu da uyğunlaşmadı. 5-i də atdım. 1-i, 2-ni və 4-ü götürə bilərsən. Bir də deyir ki, müntəzəm kalorinin limitlənməsi, yəni kalorini kəsmək bəzi, belə deyək də, tumor kimi şeylərin yox olmasına səbəb olur. Onu da mətn necə izah edir? Bax, yazıb bura. Baxın, yazıb ki, bəzi qeyri-normal inkişaf şeyləri olur bədəndə, məsələn, tumor kimi. Bunlar da. Əgər sən oruç tutursan və yetəri qədər kalori almırsansa, bədən o şeyi almırsa, tümör də deyir ki, qidalana bilmir, but don't have the full support of the body supplies. Ona görə də yox olur. Dissipate, yəni yox olmağa meyilli olur. Söz yox, adam fikirləşir ki, əslində insanın immunitet düşəndə, məsələn, kalori azalanda xəstəliklərə güc gələ bilmir də. İndi bu hər halda onu demək istəyir ki, yəni qidalana bilmir də, o həmin o qeyri-normal inkişaf şeyləri var. Sənin bədənindən o şeyi ala bilmir və yox olur. Yenə deyirəm, uşaqlar, bunun üçün mətn mənə deyir də, mən durub onun tibbi tərəfini analiz edib araşdırası deyiləm ki. Mətn deyir belədir, mənə deyirəm belədir, okey. Ona görə biri götürdüm. 2. Fasting deyir ki, insanın bədənindən, orqanlarından zəhərləri drive edir. Uşaqlar, drive nə demək? Sürmək. Maşın sürməyə drive deyir də. Yəni, sürüb aparır, atır o yana, kənarlaşdırır. 2-ni də götürdü. Bir də 4. Bir oruç tutmaq nədir? Uşaqlar, deprive məhrum eləməkdir. Özümüzü qidadan və içməkdən, yəni su içməkdən, nədənsə bir müddət məhrum eləməkdir. Bu da düzdür. Bu okey isə 15-ə baxım. 15 nəsə deyir 15-də. Sən de.
Bax uşaqlar, elə birdən üz aşağı gedirəm. Oruç tutmağın yan təsirləri nədir? Bu yoxdur. Mətni ümumi oxumusunuzsa, yəni də onu belə göstərə bilmirəm, çünki elə mətni başdan ayağa oxuyasan. Bu mətndə yan təsirdən danışmıyor. Orucun ancaq müsbətindən danışıb, yəni ancaq faydasından danışır mənə. Ona görə biri çıxdı. İkini çıxıram uşaqlar. İnsanlar nə vaxt oruc tutur? Mənə konkret bir müddət veribmi? Yayda, qışda, payızda, ya nə bilim, ilin filan dönəmində. 2 də getdi. Sonra 3, stadi tədqiqat deməkdir. Tədqiqatın nəticəsi nə oldu? Tədqiqat da bu soxulcanların üzərində, bax, earthwormun üzərində aparırdılar da. Baxın, a study was performed. Görə bilirsiniz, soxulcanların üzərində şey aparıblar, tədqiqat aparıblar. Və bu tədqiqat göstərdi ki, oruç tutmaq sayəsində ömür uzanır. İndi Allah bilir o yazı soxulcanlara o yarpaq verməyiblər, qidalanmayıb. Onlar da ki, indi 2-3 gün böyük ehtimal artıq yaşayıblar və nəticədə belə bir qərara gəliblər ki, deməli, oruç tutmaq insan ömrünü uzadır. Bax, thanks to sayəsində deməkdir. Oruç sayəsində nə oldu? Həyat uzandı. Extension-da uzanmadı. Demək, bəli, 3-ün cavabını tapdım ki, tədqiqat nə ilə nəticələndi? Mən bildim ki, ömür uzanır. Okey. 4-ə gəlirəm uşaqlar. Yazıb hansı insanlar dini səbəblərdən oruç tutur? Bunu da bilmirəm. Hansı insanlar? Bax, burada bir xüsusi insan növü və yaxud da qrupu yazıbmı ki, bunlar dini oruç tuturlar? Yox, bu yazır ki, oruç tutmaq çox dinlərə daxildir. İslamda, İqazimdə və Xristianlıqda. Aha, burada mənə insanların hansı insan, yenə deyirəm uşaqlar, sualı düz başa düşmək lazımdır. Hansı insan deyirsə, o insan necəliyi olan insan verməlidir. Məsələn, atıram, müəllimlər dini səbəblərdən oruç tuturlar. Hə, bu uje deyə bilərsən ki, insanın hansılığını mənə göstərir, müəllimdir. Atdıma bunu elə özümdən edir. Həkimlər məsələn, ya nə bilim, ağlıma gəlmir. Yəni bu tipdən bir şey olmalıdır ki, o hansı sualına cavab verə bilsin. 7-4. Bir də 5 uşaqlar. Niyə görə oruç tutmaq ömrü uzadır? Niyə görə uzadır? Bu da bəsitdir. Çünki bədəndə nə qədər zəhərli maddə varsa, toksinlər varsa, bax fikir verin, bədəndən eliminating eləyir, sonra onu neytrallaşdırır. Ona görə də ömrümüz uzanır. Uşaqlar, 3 və 5. Xoş. Bax, görürsünüz mətnlərimiz şeydir. Sizə oruç tutun. Hadi mən hara getdim? Hə. Ki sağlam olun. O sırada mən də çox tutmuram. Tuturam, uşaqlar, mən də elə o qədər yeyirəm ki, şey vaxtı. Belə. Deməli, 13. 13 kimin sənin əsərindədir? Fasting nəyə getirib çıxarır? Burada nəyi götürərəm? A olar, düz. Gözüm şey oldu. A olar. Bax, lead to gətirib çıxartmaqdır. Bir oruç tutmaq nəyə gətirib çıxarır? Yaşlanmanı gecikdirər. Aging yaşlanmadır. Uzun ömürlükdə artırır. Bax, yenə deyirəm, o cümlə buradadır uşaqlar. Baxın. Fasting also leads to a feeling of rejuvenation. Cavanlaşmaya gətirib çıxarır. Yəni, daha insan cavan görünür, yaşlanmanın qabağı alınır da. Bir də extended life expectancy, yəni ömür müddətini extend edir, uzadır. Digər variantlar nəyə görəsə? B variantı. Deyir ki, susuzluqdan bir neçə günə ölürsən. Bu səhvdir təbii ki, elə deyil. Düz gəlməli. Sonra C-də yazıb, müəyyən tapşırıqları yerinə yetirə bilmirsən. Impaired ability demək uşaqlar. Yəni, necə deyərlər, pozulmuş qabiliyyətlər olur da səndə. Yəni, oruç tutursan deyə artıq sən o işləmə, hərəkət eləmə qabiliyyətini impaired olur. Yəni, itirmiş olursan. C desən. Abnormal, qeyri-normal deməkdir. Qeyri-normal ürək ritmlər. Bu da səhvdir.
Y'də də yazıb ki, qidaya iştahsızlıq. Lack or loss of. Baxın, bu söz nə deməkdir? İştah. Qida üçün iştah çatışmazlığı olur, yəni iştahsızlıq olur. Sonra bu da səhvdir. Təbii ki, yəni oruc tutmaq nə vaxtdan iştahsızlığa gətirib çıxarır. Biz oruc tutursan, axşam yeyirsən, elə deyil. Ona görə yeyən də çıxırsan, qalır doğru cavabın A variantı. Aydın, xoşdur.